uşağı yetişdirirsən ki, Allah üçün yaşasın. Uşağı uşaqlığından bədbəxt eləyirlər ki, məsəl üçün də, bəlkə bilmirəm bu necə qarşılanacaq bu söz, uşağı götürürlər, aparırlar, qoyurlar, rəqqas olur. İndi fikirləş də, bu uşaq, hə, yaxşı, oldu rəqqas, nə qazanacaq? Uzaq başı, bu toydan toya deyəcəklər ki, əcəb qəşəng oynayır. Məsələn də, bundan başqa nə olacaq bu? Nə olacaq da bu? Niyə bunu uşaqlıqdan yönəldirsən bu haramın içərisinə? Niyə körləyirsən bu cür pak fitrəti? Sabah iş çətin olanda, sabah sənin, nə bilim, namusun əldən gedəndə, sabah torpağın əldən gedəndə, vətənin əldən gedəndə, buna başqa şey bundan tələb olunacaq. Deməyəcək, yanım mən bir dənə qoçəli oynayım, üçün gör necə oynayıram. Bu olmayacaq. Bu uzaq başı toydan toya, xınayaqtıdan xınayaqtıya nəsə eləyə bilər də. İnsanlar niyə düşünmürlər, insanlar niyə fikirləşmirlər ki, sən bu dünyaya nə üçün gəlmirsən, sən hara gedəcəksən, sən axırın nə olacaq?